Hidayət barəsində danışırdıq ki, hidayət Allah Taala'nın Əsmaül Hüsnada adlarından biri Əl-Hadi, yəni hidayət edəndir. Bizim keçən cümə günündə söhbətimiz bu barədə oldu ki, Allah hidayət edir. Yəni elə belə deyil ki, insan özü desin ki, mən hidayət olmuşam öz başına. Yox, Allah hidayət edir və kimi hidayət edir? O kəs ki, hidayət olmaq istəyir, Allah onu hidayət edir. O kəs ki, hidayət olmaq istəmir, Allah Taala onu məcburi hidayət etmiş. Bəs hidayət Allah Taala'dandır. Bəqərə surəsinin 120-ci ayəsində Allah Taala buyurur Peyğəmbər sallallahu Bismillahirrahmanirrahim. Qul Peyğəmbər de, İnnə hudəllahu vəl-huda. Hidayət yalnız Allah Taala'dandır. Allah Taala bəndəsini hidayət edir. Və daha sonra hidayətdə məcburiyyət yoxdur. Ümumiyyətlə baxsaq, din elə bir mövzudur ki, dində məcburiyyət yoxdur. Din heç bir kəsi nəyisə məcbur eləmir. Din könüllü olaraq insanlar tərəfindən qəbul olunur. Quran-ı Kərimdə neçə ayədə Allah Taala buyurur. Bir elə Ayətəl Kürsüdə oxuyuruq belə bir ayədə. Lə ikrahə fid-din. Dində məcburiyyət yoxdur. Yəni dini insanlara zorla qəbul etdirmək, məcburən qəbul etdirmək belə bir şey yoxdur. Əgər Allah Taala istəsəydi özü